Bugün çiyələkdən nələr hazırladıq, nələr? Elmira Qədirovanın master klası davam edir. Limon turşusu əlavə edirəm, xarlanmasın. Dəqiqlik. Ağ tut mürəbbəni çıxmaq şərti ilə bütün mürəbbələrə şəkər 200 qram artıq əlavə olunmalıdır. Peşəkarlıq. Kağız damcını özünə çəkmir. Deməli, cem hazırdır. Əsl kulinariya dərsləri. Heç vaxt mürəbbə bişən zamanı köpüyü yığmayın, şəkərin miqdarı gedir. Və ən dadlı olanı. Mürəbbə deyili, həyatdır, həyat. Mənim süfrəm. Birazdan ARB-də baş sponsor Azərsüd, sponsor Almarket. Salam, salam mənim əzizlərim. Dəyərli izləyicilərimiz, tamaşaçılarımız. Qızıldan bahalı, brilyantdan bahalı, etibarlı, bizə bu isti havada baxan, bizə sadiq qalan mənim süfrəmin tamaşaçıları və mən sizə nə eləyirəm? Təbii ki, mən sizi hamınızı öpürəm və mən sizi bağrıma basıram. Nə yaxşı ki, varsınız. Bugünkü verilişimiz, mövzumuz çiyələkdir. Çiyələk hələ, belə deyim, oktyabr ayına qədər var. Xeyli reseptlər hazırlamışam. Biri-birindən maraqlı. Bugün biz nə bişirəcəyik, hazırlayacağıq? Çiyələk mürəbbəsi, çiyələk cemi və çox maraqlı, tez başa gələn, baha olmayan çiyələk piroqu, umacı, üstündə umaclı olmaq şərti ilə. Deməli, ən birinci mən nə edirəm? Mən birinci mürəbbiyə aid olan çiyələyi şəkərlə qat-qat yığım. Deməli, bax belə bir ləyənə. Bizə lazımdır ki, çiyələk öz suyunu buraxsın. 1 kilo çiyələyə mən 1 kilo 200 qram şəkər götürürəm. Burada kilo yarım çiyələkdir. Burada 1 kilo 800 qram şəkər var. Mən belə əlavə edirəm. Və yarısını səpirəm. Və artıq bunu buraxırıq. Bu biraz suyun buraxsın. Bu bizim oldu mürəbbə üçün olan hazırlığımız. Deməli, mürəbbə üçün olan çiyələk suyunu buraxsın. Mən keçid alıram çiyələyin piroqun hazırlamağa. Ay Elmira xanım, necəsiz? Nə var, nə yox? Çox sağ ol. Yenə də təksiz Elmira xanım. Yox, tək nüş oluram, maşallah. Ahatəmdə sizin kimi gözəl insanlar var. Bu cür gözəl bir kollektiv var. Mən heç vaxt tək olmuram. Sadəcə olaraq dəcəl yoxdur. Baxa görək, nə vaxt gələcək. Deyir, gələcəm, amma gəlmir. İndi, valla, nə deyə bilərəm. Deməli, burada 270 qram un var. Belə deyim də, sizin evdəki stakanla 2 stakan olsun, amma dolu olmasın. Yəni, bir stakanda 140 qram un varsa, 2 stakan, amma dolu olmasın. 270 qram un, bir paçka kabartma tozu. Mən bunu qarışdırıram və qoyuram bax belə yanıma. Piroq harda bişəcək artıq hazırdır. Qəlibin dairəsi 26 santıdır. Altına yağlı kağız sərmişəm. Mən bunu qoyuram yanıma. Yəni ki, siz də elə edin. Şirniyyatı bişirəndə ən birinci nə edirsiniz? Hansı qəlibdə şirniyyat bişirəcəksə onu hazır edin. Sonra unla kabartmanı qarışdırın. Yəni ki, bizim bəzi bəylərimizdə, xanımlarımızda yumurtaya qarşı həssaslıq var. Ona görə də yumurtanı şəkərlə çalanda mən artıq vanili ora əlavə edirəm. Məndə deməli 300 qram çiyələk var. Ən irilərini seçmişəm. Bunu doğrayacağım.
Elmira xanım, bu piroq olacaq da, düzdür? Bu sadə gözəl çiyələk piroqu olacaq. Siz də sevirsiniz bu piroqu? Bəli. Mən ümumiyyətlə sadə şirniyyatların hamısını çox sevirəm. Yəni nətər sənə deyim, şirniyyat qatma qarışıq olanda Orxan, mənim xoşuma gəlmir. Niyə? Orada dadlar hamısı qarışır biri-birinə. Amma burada, bax təsvir elə, dadlı xəmir və çiyələk. Üstünə də qəşəng biz indi umaç hazırlayacağıq, səpəcəyik. Yəni, əgər bizim tamaşaçılarımız bizimlə birlikdə otursalar, axıra qədər görəcəklər. Və görəcəklər ki, mən bu çiyələyi niyə doğrayıram, səbəbi nədir? Yəni, burada iki cür çiyələk var boşqabda, düzdür, Orxan? Bəli. Mən bir balaca qoymuşam kənara, bir də iriləri seçmişəm. Maşallah, çiyələklər iridir. Yəni, elə bir insan var ki, razı olur çiyələyi ki, seçəsən. Elə satıcı olur ki, razı olmur. Ancaq ki, valla mən bu böyük çiyələyi daha çox xoşlayıram. Niyə? Çox dadlı olur, şirin olur. Amma bizim devrin, mən belə deyim, yəni 80-cı illər deyəndə Fərid həmişə deyir ki, sən hələ 80-cı illərdə qalmısan. Amma həqiqətən də o illərin artıq çiyələyi yoxdur. Yəni çiyələk çox dəyişilib sortu, yəni görünüşü, tərkibi. Məsələn, əvvəl Orxan, bilmirəm, sənin yadında qalmaz, amma mama bilir. Əvvəl çiyələk mürəbbəsini bişirəndə çiyələk o qədər gözəl görsənirdi mürəbbədə. İndi bərkiyir, daşa dönür. Amma biz əvvəllər çalışırdıq ki, mürəbbə bişirəndə o çiyələk orada həqiqətən də belə diri qalsın. Amma indi də yaxşıdır, ətri buraya bürüyüb, ətri var yəni. Bu çox qəşəng, gözəldir. Yəni, biz belə deyək, biz verilişə başlayanda bizim bilirsiniz ki, mən tez-tez Xatirə xanımın adını çəkirəm. Xatirə xanım Lənkəranda yaşayır, Lənkərana gedirlər. Qəşəng bir nəvəsi var, Uğur balamız. Allah onu bəxtəvər eləsin və Uğur xoşlayır həyətdə oynamağa. Ona görə də Xatirə xanım verilişlərin arasında gedir Lənkərana və bugünkü çiyələk oradan gəlib. Keçən verilişimizdə bizim müəyyən azuqəmizi Lənkərandan gətirmişdi Xatirə xanım. Təşəkkür edirik. Və bugünkü çiyələk, yəni deyim ki, fərqlidir. Fərqlidir. Niyə? Biz illər öncə orada tədbirdə olanda Lənkəranda onun deməli Xatirə xanım bizi orada qonaq eləmişdi həmin çiyələyə və o çiyələk çox fərqlidir. Amma əvvəl ən bərk gedən çiyələyimiz Quba zonasında Viktoriya deyilən sort var idi. Deməli, qəlib hazırdır, çiyələk hazırdır və mən nə edirəm? Mən deməli artıq başlayıram yumurta ilə şəkəri, vanili çalmağa. Biz piroqu bişirək ki, mən keçid alım ardıcıllıqla cemə. Yenə sualın Orxan. Sualım budur ki, həqiqətən Fərid burada olsaydı o mikserə falan sizə kömək eləyərdi, bax görürsünüz. Yox, şükür, amma bugün bacardım. Mən çox fikir elədim. 4 ədəd yumurta, 120 qram şəkər, 1 paçka vanil. Kütlə ağardı. Mən bura əlavə eləyirəm. Yarım stakan duru yağ. Orxan, olar mən sənə əziyyət verim? Bəli, buyurun. Zəhmət olmasa südü ver də mənə. Bir saniyə. Ay, çox sağ ol, çox sağ ol. Yarım stakan duru yağ, yarım stakan süd. Ben belə qoyum ki, sizə mane olmasın. Və aşağı sürətdə yumurta ilə şəkərin köpüğü yatmasın deyənə, bax, 1-2, bax belə. Bizə lazımdır ki, çaldığımız yumurta ilə şəkərin
köpü yatması hazırdır. Və mən bura unu əlavə eləyirəm. Çox maraqlı piroqdur. Hamının evində olan ərzaq var. Unumuz var, duru yağ var, süd var. Məsəl üçün, mən haçan baxırsan, məndə soyuducuda süd var. Yəni, mən elə olmur ki, soyuducuda süd olmasın. Və bura əlavə edirəm doğranmış çiyələyi. Elmira xanım, bu piroqun bişmə dərəcəsi nə qədərdir? 170 dərəcədə bişir. Ümumiyyətlə, hansı xəmirdə yağ var, süd var, onu biz gərək 170-160 dərəcədə bişirək ki, içi linç qalmasın, çiğ olmasın. Bəs meyvənin tam bişib-bişməməyi buna təsir eləyirmi, yəni dərəcəsinə? Ki, meyvə də tam bişsin, yoxsa biraz diri qalsın, vitaminləri ölməsin? Yəni, bizim indi bugün istifadə elədiyimiz gilə meyvə elədir ki, zaten yumuşaqdır. Ona görə də alma ilə, məsələ üçün, piroq eləyəndə almanı nazik-nazik doğrayırlar. Ümumiyyətlə, piroq bişirəndə çalışmaq lazımdır ki, yumuşaq olan meyvədən istifadə eləyəsiniz. Və artıq mənim əzizlərim, siz bir dənə bu kıvama baxın, yəni xəmirin görünüşünə baxın və mən nə edirəm? Mən bu xəmiri boşaldıram, bax, qəlibin içinə. Neçə santimetrlidir? 26. Lap hündür olmaq istəyirsinizsə 24 santıda eləyə bilərsiniz. Mən xoşum gəlir ki, piroqlar çox hündür olmasın. Bu çox normaldır. Bax, indi burada hardasa 1 santı var və bişəndən sonra olacaq hardasa 1-3 santı. Amma biz yaddan çıxartmayaq ki, burada hələ indi umac da gələcək, meyvə də gələcək. Mən bir dənə spatula götürüm. Ayırdığım çiyələyi mən indi böləcəm 2 hissəyə. Yəni, bu sizin öz zövqünüzdən asılıdır. İstəyirsiniz bütün üstünə çiyələk düzün. Amma arada, məsələn, meyvəni niyə belə aralı düzürlər ki, artıq xəmirin özündə də meyvə var. Və piroqun tərkibində meyvənin aşırı olmağı heç də məsləhət deyil. Deməli, mənə lazımdır tərəzi. Mən götürəcəm 60 qram kərə yağı. Bu, mənim dəqiq işləməyim bəzi adamları belə biri fərid olsun, çox həmişə darıxdırır. Mənim əzizlərim. Mən bura əlavə eləyirəm 3 xörək qaşığı şəkər, 2 xörək qaşığı dolu un və mən belə əlimdə umac hazırlayıram. Verilişimizin baş sponsoru Azərsüddür dostlar. Onu da deyim ki, süd məhsulları zülal mənbəyidir, kalsium mənbəyidir və biz verilişimizdə həmişə Azərsüd məhsullarından istifadə edirik. Bunu görürsünüz. Süd və süd məhsulları xüsusən böyümə çağında sümük diş, əzələ inkişafı və sinir sistemi üçün vacib bir mineral olan kalsium baxımından da zəngindir. Azərsüd fermasının təzə və təbii südlərdən istehsal edilən sağlıqlı və ləzzətli süd və süd məhsulları təbiiliyi qorunaraq uşaqlardan böyüklərə qədər bütün süd məhsullarını sevənlərə təbii yollarla özünə məxsus qablaşdırmalarda çatdırılır. Azərsüd, təbii ləzzət, təbii ki, fermamızdan. Və
Hətta bu umacı, mənim əzizlərim, mən indi piroqu sobaya qoyanda qaşıqla şəkəri də ölçəcəm. Baxın, görün. Və piroqumuz getdi sobaya 170 dərəcədə fansız. Piroqu qoydum sobaya və keçid alıram cemimizə. Cemə də 1 kilo çiyələyə 600 qram şəkər götürülür. Bu gün bizdə kilo yarım mürəbbə üçündür, kilo yarım cem üçün. Deməli 900 qram şəkər. Görün mən nə edirəm. Kilo yarım çiyələyi yarı böldüm. Yarını keçirdirəm blenderdan. Çox dadlı, çox fərqli bir cemdir, əziz tamaşaçılar. İnanınız ki, hazırlasaz peşman olmarsınız. Çiyələyin yarısını blenderdan keçirtdim. Şəkəri əlavə eləyirəm çiyələyin üstünə. Və gözləyirəm ki, bu kütlə qaynara düşsün. Bu kütlə qaynara düşənə qədər mən bu çiyələkləri biraz xırdalayacağım. İnanınız ki, siz bu cemi hazırlasaz, dadı, rəngi möhtəşəmdir. Və bir anlıq təsvir edin, 1 kilo çiyəlik, 600 qram şəkər. Mən gözləyirəm ki, bu qaynara düşsün. Çiyələk iridir deyənə, bax mən bunu, bax bu fasonda xırdalayıram. Bu proses davam eləyir və eyni zamanda mən gözləyirəm ki, mürəbbə üçün olan çiyələk suyun buraxsın. Orada miqdar azdır, mürəbbə hardasa bir 20 dəqiqəyə hazır olmalıdır. Vamxotda olmalı deyilmi xanım, yoxsa qaynara düşməlidir? Mürəbbəni biz gürxotda bişirəcəyik. Hətta mən belə deyim, Orxan yaxşı bir sual verdi. Əziz tamaşaçılar, kim ki evdə mürəbbə hazırlayır, mən deməli, keçən il bütün mürəbbələri eksperiment aparırdım. Deməli, əvvəllər mən həmişə mürəbbəni 3-4 günə hazırlayırdım. Və inana bilmərsiniz ki, inanılmaz bir nəticə idi. 3 gün ərzində mürəbbə qaynara düşür, onu qoyuram kənara. Səhəri bir dəfə də kənara qoyuram, qaynadıram, qaynara düşür, yenə qoyuram kənara. Və təsəvvür eləyin ki, axırıncı günü mürəbbə eləcənə 10 dəqiqə bişir, hazır olur. Nə artıq suyu olur, nə rəngi qaçır, heç nə. Və mən bu çiyələyi, bax bu formada, yaxından görsədin, mən bunu davam eləyirəm doğramağa. Elmira xanım, Bəli. bu çiyələkdən başqa maraqlı nələr hazırlamaq olar? Amma mürəbbə şəklində yox da, yaya uyğun. Yaya uyğun çoxlu resept hazırlamışam, yaddaşa vermişəm, çoxlu. Məsəl üçün, mən bilirəm ki, bizim Tural xoşu gəlir belə desertlərdən. Demirəm nə olacaq, amma çox maraqlı bir soyuq çiyələklə 2 reseptim var. Yəni onu həqiqətən də, onu yeyirsən, elə bilirsən ki, Orxan, çiyələk dondurması yeyirsən. Belə. Bu çiyələkdən turşu eləmək olar, bankaya bağlamaq olar. Eşitməmişəm, sözün düzü. Amma Yəni ola bilər ki, bundan yaxşı sualı biraz dəyişdirirəm. Ola bilər ki, bundan nəsə hazırlayaq sırf qışda yemək üçün. bunu məsəl üçün, qışda yemək üçün yığırsan bankaya, ağzına qədər. Bankaya tam dolu, ağzına qədər yığırsan
biraz da cüzi, xudmani, şəkər tökürsən və bir yarım saat sterilizə edirsən və qışda açırsan, çələ yeyirsən. Mənim əzizlərim, blenderdən keçirilmiş çələyi şəkərlə 10 dəqiqə qaynatdım. Sonra 4-5 yerə bölünmüş çələyi əlavə elədim və bişirirəm. Elə söhbət cemdən gedir. Və mən necə yoxluyuram ki, bu hazırdır. Eynən mürəbbəni kimi. Baxın, görün. Damcını bax belə salfetin üstünə edirəm. Baxın, görün. Kağız damcını özünə çəkmir. Deməli, cem artıq hazırdır. Və mən cemi götürürəm, başlayırıq mürəbbəni bişirməyə. Təxminən Elmira xanım neçə dəqiqədən sonra? Burada həcm azdır deyənə miqdar. Üst-üstə hardasa 20 dəqiqə, 25 dəqiqə. O da çiyələyin sulu olmağından asılıdır, Orxan. Ümumiyyətlə, məsələn, bəzi səhifələr, deməli, mən belə bir şey deyim, paylaşırlar. Məsələn, mürəbbə 10 dəqiqəyə hazır olur. Mürəbbə heç vaxt, əziz tamaşaçılar, 10 dəqiqəyə hazır ola bilməz. Niyə? Allah şükür, dünya görmüş insanlarsınız, bəylərsiniz, xanımlarsınız. Siz bilirsiniz ki, meyvədən meyvəyə fərq var. Ələxsusdur ki, çiyələk. Elə çiyələk var ki, suludur, elə çiyələk var ki, qurudur. Bunu heç kəs dəqiq sizə deyə israr edə bilməz ki, 10 dəqiqə. Bir halda ki, 3 kilo tutalım ki, 3 kilodan da artıq çiyələyi bişirmək məsləhət deyil. Deməli, siz sadəcə olaraq, mən necə yoxlamışamsa, siz də elə yoxluyursunuz. Cemdir, mürəbbədir, bişən zamanı mən köpüyü yığmıram. Niyə? Köpüyü yığanda şəkərin miqdarı gedir. Və bu cürünə kağız köməkliyi ilə baxın, görün, indi göstərəcəm. Baxın, görün. Mən bu köpüyü yığışdırıram. Və yenə belə gətirirəm hamısını ortaya. Və bax, belə köpüyü gedir. Cemin, deməli, qatılığına baxın, görünüşünə baxın, çox gözəldir. Həddindən artıq, həqiqətən də. İndi bişirdiyimiz qabın içi tündür deyənə o cem o qədər görsənmir. Mən indi ağ qabın içinə qoyacağım. Siz bir dənə o cemin rəngini görəcəksiniz. Və artıq burada şəkər tam əridi və biz indi bunu gürxotda, əslinə qalanda burada kilo yarımdır, hardası bir 15 dəqiqə bu qaynamalıdır. Artıq piroqumuz hazırdır və sizin evdə 26 dairədə bir qabınız varsa çox qəşəng olar. Niçin ki, yəni artıq oradan çıxartmağa ehtiyac olmayacaq. Bəh, Elmira xanım, əllərinizə sağlıq. Çox sağ ol. Və mən bayaq vurğuladığım ki, mən piroqu çox hündür xoşlamıram. Piroqun ən gözəl hündürlüyü budur, mənim əzizlərim. İnanılmaz ətir var. Ətir də hardandır? Xəmir özü də ətirlidir. Umaç, Orxan, sən niyə elə elədin? Halın pislisən. Yox, yaxşıyam. Ətir məni valeh eləyir, Elmira xanım. Çiyələk budur. Bilmirəm, dəqiq piroqun ətridir, yoxsa sən hələ bunun ətridir. ara sıra bax bunları çəkinə, mənim əzizlərim. Burada dəhşət dərəcədə gözəl rənglər var.
Mən hətta özüm də öz mətbəximdə, İman mətbəxində çəkiliş eləyəndə arada elə bəzi elə hazırlıq var ki, o qədər gözəl çıxır. Ha eləyirəm, mən onu istədiyim kimi onun rəngin çatdıra bilmirəm. Siz inanınız ki, bu bilirsiniz nədir? Bu indi hələ soyandan sonra təsvir edin ki, 1 kilo çiyəliyə 600 qram pisok nə deməkdir? Yəni şəkəri üzürlü sayın aşırı deyil. Və mən istəyirəm bir balacasını kəsim, siz baxasınız və biz gözləyirik ki, bizim mürəbbəmiz hazır olsun. Siz bir dənə, siz bir bu gözəlliyə baxın. Orxan tut onu, bizim tamaşaçılarımız onun içini görsünlər. Baxın, görün necə bişibdir. Ətri də ki, yəni nə deyim valla. Möhtəşəmdir. Həqiqətən möhtəşəmdir və hündürlüyü də çox unikaldır, 4 santıdır. Ümumiyyətlə, bundan piroq, bundan hündür mən təsvir eləmirəm. Əziz tamaşaçılar, mürəbbə hazır olmaq üzrədir. Qaşığın ucunda limon turşusu əlavə edirəm. Bu vacibdir. Ne üçün? Həm rəngi gözəl olsun, həm də ki, hər ehtimala qarşı xarlanmasın. Amma xarlanmaq ehtimalı yoxdur. Mənim əzizlərim, siz yəqin ki, fikir verdiniz. Mən 1 kilo təmiz çiyələyə 1 kilo 200 şəkər əlavə edirəm. Yəni, bu mən. Və əslinə qalanda bütün mürəbbələrə əncili çıxmaq şərti ilə, ağ tut mürəbbəni çıxmaq şərti ilə bütün mürəbbələrə şəkər 200 qram artıq əlavə olunmalıdır. Yəni, bu qaydasıdır. Mən buna hardan götürmüşəm? Bizim gözəl Azərbaycan 1001 şirniyyat kitabı var. Mən onu oradan götürmüşəm və illərdir o cür hazırlayıram. Deməli, bu qaynara düşsün. Mən bir dənə sizin gözünüzün qabağında yoxluyum. Çox sadə bir üsulla, baxın görün. Bu nəlbəki də ola bilər, amma mənə ən rahatı kağız salfetdir. Baxın görün, damcı bir yerdə dayanıbdır. Yəni, kağız özünə çəkmir. Bu o deməkdir ki, mürəbbə artıq hazırdır. Bax, bir dəfə də mən eləyirəm, baxın görün. Əgər salfet bu şirəni özünə çəksəydi, deməli mürəbbə hələ hazır deyil. Artıq mürəbbə hazırdır. Mən mürəbbənin altını söndürürəm və indi başlayacağım bunun köpüyünü yığmağa. Baxın görün, köpüyü yığdım. Yenə vurğuluyuram. Mürəbbə bişən zaman yaşım da az deyil. Yəni ki, biri görürsən ki, bəzi xanımlar, bəzi səhifələrdə özlərinə nəzər cəlb eləməkdən ötəri başqa-başqa məsləhətlər verirlər. Yenə özünüz bilərsiniz, məsləhət sizindir. Amma maşallah 64 yaşım var və 64 yaşımın neçə ili hazır eləyirəmsə, mən köpüyü axırda yığıram. Baxın, görün. Ona görə ki, əgər mən köpüyü şiri ilə bir yerdə yığsam, onda mürəbbə susuz qalacaq. Cibinizin dostu Almarketdə həm tanıdığınız markalar, həm də Almarketin öz markaları ekonom qiymətə təklif olunur. Yüksək keyfiyyətli bu məhsulların qiyməti digər markalardan 50%-ə qədər ucuz olur. Almarketdə hər 4-cü gün yeni fürsətlər başlayır. Onun üçün fürsəti qaçırmayın, ona görə yolunuzu sizə yaxın Almarketdən salın. 5 manat ödəməklə bu maşın sizin ola bilər. Bu maşını tanıyırsınız da, adi günlərdən biri nöqtə saytına daxil olursunuz, ödəmə hissəsinə keçirsiniz, 5 manatı ödəyirsiniz və rəsmi şəkildə siz lotereyada iştirak hüququ qazanırsınız, qeydiyyatdan keçin və 5 manata bu avtomobili qazanın. Çox səbirlə, təmkinlə, tələsmədən, baxmayaraq ki, çiyələk iri idi, İnana bilmərsiniz ki, mənəm çox xoşuma gəldi bu gün.
Deməli, mən həmişə sentyabr ayında bu mürəbbəni bişirirəm. Belə getsə, mən deməli mürəbbəni biraz tez bişirəcəm. Mənim əzizlərim, çələ mövzusu bitmir, bitməyəcəyi də hələ nə qədər şeylər biz hazırlaya bilərik, təamlar. Bu gün mən sizin üçün çəllək piroqu hazırladım, çəllək mürəbbəsi və çəllək cemi. Verilişdi deyə mən isti yığdım bankalara. Amma əslində qayda budur. Cem ya mürəbbə bankaya soyuq halda yığılır. Niyə? Bax, indi bu cem soyduqca həcmi azalacaq. Tutalım ki, siz cemi bax, bura qədər yığmışsınızsa isti. Deməli, o soyduqca o biraz da azalır. Sadəcə olaraq verilişdir deyə məcburən mən bunu yığdım artıq bankalara. Baxın, görün, belə bir keks kağızları hamınız 4 ləvazimatlar dükanında görmüsünüz. Bax, belə qoyuram ağzına və bax, görürsünüz ki, qapaq bağlanmır. Və mən bunu bağladım. Yenə də. Bu kağızı biz niyə qoyuruq? Mən əvvəl salfetka qoyurdum və sağ olsun, mənim gözəl bir izləyici xanımım var. Dedi ki, Emma xanım, salfetka qoymayın. Yəni, siz bilirsiniz ki, istənilən mürəbbənin kəf sayağı toz yığılır mürəbbənin ağzına. Siz necə də gözəl bişirsiniz, o qaçılmazdır. Bunu biz qoyuruq və ondan sonra bu mürəbbiyə, cemə 100% zamanətdir. Bax, bu bağlandı. Keçdik mürəbbiyə. Bax, mürəbbə, görürsünüz ki, suyu aşağıda, meyvəsi yuxarıda, mürəbbə qaynardı. Amma əgər bu mürəbbə soyuq olsa, bu həmin bir şey cəryan eləmir. Mürəbbə qatı olur. Sadəcə olaraq mən sizə göstərmək istəyirəm deyənə, mən bunu belə məcburan isti bağlayıram. Bax, belə qapaq var məndə burada, qaynatmışam. Əgər görürsünüz ki, qapaq sizə problem yaradır, əziz tamaşaçılar, həmin qapağı tullayın, artıq istifadə eləməyin. O sizə bir işarədir. Verilişimizin baş sponsoru Azərsüdü dostlar. Azərsüdü tərifə ehtiyacı yoxdur. Çünki təbii məhsuldur. Öz inəklərimizin südündən hazırlanan müxtəlif kərə yağları, ayranlar, xamalar, kəsmiklər, südlər, pendirlərin ləzzətinə çatan yoxdur. Biz verilişdə həmişə Azərsüdün bütün məhsullarından istifadə edirik. Evdə də həmişə yoldaşım deyir ki, marketə get, nəsə yağ ala. Həmişə deyir ki, Azərsüdün yağından al. Çünki o təbiidir, o ləzzətlidir, o əsl yağdır. Süd və süd məhsulları xüsusən böyümə çağında sümük diş, əzələ inkişafı və sinir sistemi üçün vacib bir mineral olan kalsium baxımından da zəngindir. Azərsüd, təbii ləzzət, təbii ki fermamızdan. Faydalı məsləhətlər, dəqiq ölçülər, ləziz təamlar. Harda? Mənim süfrəmdə. Bəli, mənim süfrəmdə. Baş sponsor Azərsüd, sponsor Almarket.